Axşamınız xeyir komanda. Hər kəsi salamlamaqdan qürur duyuram. Belə bir vacib mövzunu mənə həvalə etdiklərinə görə ilk növbədə rəhbərlərimə təşəkkür edirəm. Onların sayəsində öyrəndiklərimi, əxz elədiklərimi, özümün maraqlanıb öyrəndiklərimi bir qəlib formasına salıb bu gün sizlərin nəzərinizə çatdıracağam inşallah Allahın köməkliyi ilə. Mövzumuz qaraciyərin detoksikasiyasıdır. Bu ümumiyyətlə, əvvəlcə artıq çoxumuz bilirik, amma yeni gələnləri nəzərə alaraq və təkrar biliyin anasıdır prinsipinə riayət edərək, ümumiyyətlə qaraciyər haqqında biraz məlumat vermək istəyirəm. Çünki qaraciyər məsələlərini, ümumiyyətlə qaraciyərin funksiyasını bir çoxları qulaq ardına vurur. Loru dilindən də olsa bu sözü deməliyəm. Niyə görə? Çünki əsrimizin bəlasına çevrilən həyat tərzi, qidalanma problemləri, bütün bunlar qaraciyərin piylənməsinə və qaraciyərdə digər problemlərə gətirib çıxarır. Və bunu nəzərə almayan insanlar sonradan daha ağır problemlərlə rastlaşırlar. Bunlarla bağlı olaraq mən qaraciyərin önəmliyi haqqında biraz məlumat vermək istəyirəm. Ümumiyyətlə qaraciyər insan orqanizmində ikinci böyük orqandır. Böyük insanlarda çəkisi 1,5 kiloqramdan 2 kiloqrama qədər ola bilər. Ümumiyyətlə qaraciyərin funksiyası o qədər zəngindir, yəni ondan danışmaq üçün həm elmi cəhətdən, həm normal vəziyyətdə izah etmək üçün saatlar lazımdır. Amma mən müəyyən başlıqlar haqqında əsas məqamları vurğulayacağam. Birinci onu qeyd edim ki, çox unikal bir orqandır. Orqanizmdə gedən 500-dən çox funksiyanın əsas mənbəyidir. Yəni həmin o funksiyalar bizim qaraciyərimizdə gedir. İnsan orqanizmi üçün, insan orqanizminin var olması üçün əsas bir məsələ var ki, zülal, karbohidrat və yağ mübadiləsi. Bu mübadilənin normal halda getməsi, bunun tənzimlənməsi hamısı qaraciyərin öhdəsinə düşür. Və biz bilirik ki, bu mübadilənin də pozulmasından insanlarda müəyyən xəstəliklər yaranır. Bundan başqa hormonlara bir növ nəzarət edir. Yəni insan orqanizmində, qaraciyərdə formalaşan hormonlara ümumiyyətlə nəzarət edir. Yəni bir növ onların problem yaşamasına nəzarət edir. Ümumiyyətlə gün ərzində 2000 litr qan qaraciyərimizdə tənzimlənir və bundan başqa 1 litr öd istehsal olunur. Öd də biz bilirik ki, həzm sistemi üçün vacib olan bir maddədir ki, qaraciyərdə istehsal olunur və ötürülür mədə-bağırsaq sisteminə. Yəni həzm sistemini yaxşılaşdırmaq üçün, həzm prosesini aparmaq üçün bu öd maddəsi bizlərə lazımdır. Bundan başqa bir demək, özünü bərpa etmə xüsusiyyətinə malikdir. Qaraciyər yeganə orqanımızdır ki, öz hüceyrələri vasitəsilə özünü bərpa edir. Bu səbəbdəndir ki, qaraciyər əməliyyat olunan insanlar bir müddətdən sonra həkim nəzarətindən əlbəttə ki, nəzarət edərlərsə, pəhrizlərinə, gündəlik həyat tərzlərinə fikir verərlərsə, bir müddətdən sonra qaraciyər tamamilə öz formasını tutmuş olur. Düzdür, əvvəlki formasında olmur, amma bütün funksiyasını təmin etmək gücünə malik olan bir orqana çevrilir. Yəni bunun unikallığı odur. Bir maraqlı statistikanı sizlərin nəzərinə çatdırmaq istəyirəm. Dünyada demək, hər il orta statistik məlumata görə demək 11.000 qaraciyər köçürməsi əməliyyatı olur. Yəni siz təsəvvür edin ki, bu orqan o qədər vacib orqandır ki, onun olmaması, yəni insanın olmaması deməkdir. Və son zamanlarda da çox eşitmisiniz ki, qaraciyər transplantasiyası olur və bu çox uğurlu əməliyyatlar sırasına daxildir. Düzdür, onun uyğunlaşmaq falan o artıq tibbi hissəsidir. Amma orqanın vacibliyinə görə bunu vurğulayıram ki, qaraciyərsiz mümkün deyil. Məsələn, əgər öd əməliyyat olunursa, ödsüz insan yaşaya bilirsə və yaxud da ki, bir böyrək insanlarda deformasiya uğrayırsa, yəni onsuz əməliyyat olunub, onsuz yaşaya bilirsə, qaraciyərsiz yaşamaq mümkün deyil. Yəni bu insanın, orqanizmin ölümü deməkdir.
Bundan başqa, demək, bütün orqanizmdə, bir laboratoriya fikirləşin, ümumiyyətlə, zavod, fabrik kimi fikirləşin. Burada necə olur? Maddə, xam mal daxil olur məkana. Burada düzəldilir, müəyyən bir formaya salınır və digər qapıdan artıq çıxır. Eynən bizim qaraciyərimiz də belədir. Bütün utduğumuz hava vasitəsilə, ərzaq qida vasitəsindən qəbul etdiyimiz müxtəlif dərman preparatlarından, havaya buraxılan bu zavod fabriklərin tüstüsü olsun, maşınların tüstüsü olsun, bütün bunlar harda toplanır? Bizim depomuz olan, bizim laboratoriyamız olan qaraciyərdə. Və bu qaraciyər həmin bu zəhərli maddələri alır, onu təmizlənmiş formada, yaxşı bir formada, digər bir istiqamətdə orqanizmə verir. Xahiş edirəm, mikrofonlar bağlansın. Məmmədəliyeva Nərgiz xanım. Mikrofonunuz açıqdır. Demək, əlavə qan deposu adlandırmaq olar. Biz qaraciyəri adlandıra bilərik. Çünki qaraciyərdə müəyyən miqdarda qan saxlanılır ki, əgər hər hansısa bir daxili qanaxma baş verərsə, bu artıq qan damarlarının sıxılması ilə qaraciyərə məlumat ötürülür və o həyatda qalmaq üçün, mübarizə aparmaq üçün həmin o qanı orqanizmə verir. Bundan başqa, həm də vitamin və mineral deposu adlandırmaq olar. Demək, A, Y, D və K vitaminlərinin deposudur. Mineralların deposudur, xüsusilə də dəmirin saxlanması üçün. Yəni, depo nə rol oynayır? Özündə saxlayır. Əgər orqanizmdə bu sadaladığım maddələr azalarsa, o zaman qaraciyər işə düşür və həmin maddələri qan vasitəsilə orqanizmə ötürür. Qeyd edeyim ki, sadaladığım vitaminlər həyati vacib vitaminlərimizdir. A vitamini çoxları göz görməsinə görə bilirlər, amma A vitamini immunitetimizin tikinti materiallarından biridir. Y vitamini bir ən gözəl xüsusiyyətini qeyd edəcəm sizə. Qan damarlarının elastikliğini tənzimləyir. D vitamini sadaladıqca bitməz onun funksiyaları, onun xeyri orqanizmə faydası çox böyükdür. Və K vitamini, bircə onu qeyd edəcəm ki, ürək sağlamlığı üçün vacib olan K vitamini yenə də qaraciyərdə saxlanılır. Bu o deməkdir ki, qaraciyərimizi möhkəm saxlayırıqsa, normasında saxlayırıqsa, biz ürəyimizi də normal vəziyyətdə təmin etmiş oluruq. Dəmir deposu da. Bu da bizim bəzən dəmir azlığı problemi olur ki, bu da bir çox qarşısı alınmaz xəstəliklərə səbəb ola bilər. Və ona görə də buna xüsusilə diqqət yetirmək lazımdır. Və biz bilirik ki, biz dəmir preparatını qəbul edəndə onu qaraciyərdə özünə lazım olan qədər saxlayır və bir müddət, əgər bizim orqanizmimizdə qəbul etdiyimiz dəmir bitərsə, qaraciyər bunu təmin etmiş olur. Biz ona görə deyirik ki, bəzi minerallar var ki, onlar orqanizmdə depo yaradır. Bəzi minerallar var ki, məsələn, maqni kimi, onu daimi içmək lazımdır. Çünki o depo yaratmır. Bundan başqa, demək, bütün dərmanlar burada zərərsizləşdirir dediyim, hava vasitəsilə, içdiyimiz su, yediyimiz qida vasitəsindən gələn bütün zərərli maddələr və kənardan alınan medikamentlərin ziyanlı hissəsi bizim qaraciyərimizdə toplanır. Bundan başqa, qaraciyər lal orqandır. Bir məsələ də var. Demək, qaraciyərin xüsusiyyətləri çox yaxşıdır. Yəni, insan orqanizmi üçün faydalı bir orqandır. Yəni, əsas işi görən orqandır. Amma bununla yanaşı həm də lal orqandır. Lal orqan nə cürdür? Yəni, qaraciyər ilkin baxışda, yəni uzi olunursa insan, onun problemi varsa, bu görsənmir. Yalnız artıq qaraciyərdə toxuma səviyyəsində problem yarananda biz bunu uzi vasitəsilə görə bilərik ki, heç kəsə də arzu etmirəm bunu. Ona görə də bəzi tibbi avadanlıqlar var ki, onları vasitəsilə biz qaraciyərimizin vəziyyətini ala bilərik. Amma bu uzi deyil.
Yenə də deyirəm, UZI müayinəsi yalnız qaraciyərin artıq problemi yarananda. Yəni bu o deməkdir ki, proses burada yavaş gedir. Proses burada gizli gedir və daxildə gedir. Ona görə də hər zaman bizim rəhbərlərimiz vurğulayırlar. Ümumiyyətlə istehsal məhsulların istehsalında rol oynayan alimlər vurğulayırlar ki, bütün proqramlarda qaraciyər məhsulları mütləq şəkildə verilməlidir. Qaraciyərin təmizliyi məsələsi həmişə daim öndə olmalıdır. Həmişə nəzarətdə saxlamalıyıq bunu. Bundan başqa bir məsələni də vurğulayım. Qaraciyər üçün problem yaradan faktorları qeyd edeyim. Birincisi həyat tərzimiz. Oturaq işdə olanlar, ümumiyyətlə aktiv həyatı olmayan insanlar qaraciyər problemlərinə daha çox meyilli olurlar. Və bir xüsusiyyət də qeyd edeyim, son illərin, son dövrlərin qlobal bir problemi deyərdim. Hər yerindən duran pəhriz proqramı tərtib edir. Və hər kəs bir kurs keçir, mən diyetoloqam deyə, neçə-neçə insanları xəstəliyə salır. Bu neyin əsasında olur? Kalori hesablama və professionallarla işimiz yoxdur. Qeyri-professionallar bu işə bir növ ciddi yanaşmayan insanlar, müəyyən kommersiya maraqları olan insanlar bir çox insanların həyatı bahasına başa gəlir. Yəni onların bu əməlləri necə? Müəyyən pəhrizlər tərtib olunur və insan sürətli çəki verməyə başlayır. Sürətli çəki vermə, bilin ki, birinci növbədə sizin qaraciyərinizə pis təsir edəcək. Buna görə də ağır diyetalardan uzaq durmaq, sağlam qidalanmaqla həm qaraciyərinizin qeydinə qala bilərsiniz, həm də artıq çəkilərinizdən azad ola bilərsiniz. Buna görə də hər zaman mən vurğulayıram, yaxınımda, ətrafımda olan insanlara hər zaman ağır diyetadan çəkinməklərini məsləhət görürəm. Çünki sürətli çəki, bəli, estetik olaraq gözəl görünə bilər, amma o insanın həyatı bahasına başa gələcək, ömrünün axırına qədər xəstəliklərə səbəb olacaq bir problem yaradacaqsa, deməzdim, məsləhət görməzdim, amma çəki ilə gəzmək daha yaxşıdır. Söz yox ki, artıq çəki də müəyyən xəstəliklərə gətirir, çıxarır, xüsusilə də qaraciyərin piylənməsinə gətirir, çıxarır. Amma ağır pəhriz bunu qurtuluş yolu deyil. Ona görə yaxşı olar ki, idmanla məşğul olsun. Bioloji qida əlavələri, qaraciyər üçün təyin olunan bioloji qida əlavələrini və qaraciyərə yaxşı gələn faydalı tərəvəzlərindən istifadə etməyi məsləhət görürəm. Demək, qaraciyər haqqında bu qədər məlumat verdim. Bundan başqa unutduğum, bir də son dövrlərdə insanların daha çox məruz qaldığı stres, qəzəb, əsəb, bu kimi faktorlar da qaraciyərimizi korlayır. Yəni biz deyə bilərik ki, bu daxilə qəbul olunan bir şey deyil, amma orqanizm tərəfindən qəbul olunan bu stres və stres zamanı orqanizmdə gedən proseslərin ləngiməsi və yaxud da sürətlənməsi qaraciyərin işini pozur. Ona görə də mümkün qədər sakitliyimizi qorumaq lazım. Bizə əsəb verəcək, stres yaradacaq şəraitdən, mühitdən, insanlardan uzaq durmaq lazımdır və hər zaman pozitiv olmaq lazımdır. Hər bir çətinlikdə belə bunu pozitivlə qəbul etmək lazımdır. Çünki dərdi verən Allah əlbəttə ki, onun əlacını da verir. Amma biz başa düşsək ki, bu problemi biz ürəyimizə salmaqla, stres yaşamaqla və yaxud da ki, bir gərginlik yaşamaqla qaraciyərimizə o qədər zərər vururuq. Unutmamalıyıq ki, Allah bu bədəni, bu orqanizmi bizə əmanət kimi verib. Əmanətə xəyanət etmək olmaz. Ona görə də hər bir şeyi, Allahdan gələn hər şeyi həm gözəl qarşılayın, həm də pozitiv qəbul edin. İnandırıram sizi ki, pozitiv fikirləşdiyimiz hər bir şey onsuz da bizim iradəmizdən, bizim istəyimizdən, bizim fikrimizdən asılı olmadan nə yaxşıdırsa elə də olur. Ona görə də hər zaman pozitivliyinizi qoruyun. Və qaraciyər məhsullarını heç vaxt yaddan çıxarmayın. Ümumiyyətlə, detoksikasiya nə deməkdir? Detoksikasiya təmizlənmə deməkdir. Yəni, hər hansısa bir çirkli mühitdən təzə bir mühit yaratmaq və qaraciyərimizin əsas funksiyası nədir? Orqanizmdə həzm prosesinə kömək etmək, qan yaratma prosesini sürətləndirmək və detoksikasiya, yəni təmizlənməsi. Birinci növbədə qaraciyər.
daimi istifadəni məsləhət görürəm. Çünki biz artıq elə bir dövrə gəlib çatmışıq ki, hətta rayon yerlərində, kənd yerlərində belə artıq hava çirkləməyə başlayıb. Biz nə qədər özümüz qorusaq da, nə qədər çünki texnologiya inkişaf eləyir, inkişaf gedir və çox heyfsizlər olsun ki, insanların məsuliyyətsizliyi ucbatından ekologiyamız çirklənməyə doğru gedir. Yəni həddindən artıq daha çox müəyyən mənada nəzarət olsa, nəzarətə riayət olunsa, yəni nəzarət qaydalarına riayət olunsa, bəlkə də müəyyən mənada nəsə etmək olar. Amma çox yazıqlar olsun ki, çox heyfsizlər olsun ki, hal-hazırda biz çirklənmiş ekologiyadan çox əziyyət çəkirik. Yəni bir zamanlar var idi ki, günəş şüasını dərman kimi qəbul edən insanlar indi günəş şüasından qaçırlar. Niyə? Çünki günəş şüası azon qatının naziləşməsi ilə, ümumiyyətlə yoxa çıxması ilə bağlı birbaşa ultrabənövşəyi şüalarla yer üzünə düşür. Və bu ultrabənövşəyi şüalar kanserogen maddələrin yaranmasına, ümumiyyətlə xərçəng hüceyrələrinin inkişafına səbəb yaradır, olur. Və buna görə də bu çirklənmiş ekologiyamızda biz nə edə bilərik? Bioloji qida əlavələri ilə, yaşam tərzimizlə, həyat tərzimizlə, sağlam qidalanma şəkillərindən istifadə etməklə özümüzü qorumuş ola bilərik. Demək, vasitələrimizdən mən məlumat verəcəyəm. Bugün yəni məhsullarımızın tərkibi haqqında uzun-uzadı danışmayacağam. Sadəcə qaraciyər problemlərində, ümumiyyətlə qaraciyərinizi sağlam saxlamaq istəyirsinizsə, hansı məhsullara üstünlük verməlisiniz və yazdığınız təmizlik proqramlarında daimi nəzarətdə saxlayacağınız hansı məsələlər olacaq? Birinci növbədə mən qaraciyər proqramına daxil olan məhsullarımızdan danışmaq istəyirəm. Çay nömrə 6 bütün problemlərdə yazmaq. Uşaqlı, böyüklü, hər kəsin ehtiyacı olan bir məhsuldur. Demək, çayımızın tərkibi çox zəngindir. Ümumiyyətlə, qaraciyərdə gedən prosesləri tənzimləyir. Onların yaxşı mənada sürətləndirir və orada olan zərərli maddələrin orqanizmdən tez atılmasına və qaraciyərin işini stimullaşdırmasına kömək edən bir vasitədir. Çoxumuz tanıyırıq məhsulu və mən məsləhət görürəm ki, hər zaman əlinizin altında olsun. Bunun daimi istifadəsi heç bir problem yaratmır. Niyə görə? Çünki biz daimi olaraq, qeyd elədiyim kimi, çirklənməyə məruz qalırıq. Yəni, orqanizmimiz daimi olaraq çirklənməyə məruz qalır. Və nömrə 6 çay bu yolda bizim qaraciyərimizin dostu deyə bilərik. Çünki tərkibi çox zəngindir. Tərkibində demək, dağ tərxunu var, qarğıdalı saçaqları var. Biz bilirik ki, bizim öz təbabətimizdə belə daimi görmüşük ki, yaşlı insanlar qarğıdalı sezonunda, mövsümündə onun saçaqlarını saxlayıb, qurudub saxlayırlar və qış ərzində iltihab olduğuna görə, ağrıkəsici xüsusiyyəti olduğuna görə və orqanizmi daxildən təmizlədiyinə görə çox faydalı bir bitkidir. Bundan başqa dağ tərxunu var ki, o da həm orqanizmi təmizləyir, xüsusilə qaraciyər təmizləyir və onun xüsusi bir funksiyası da var ki, qurd qovuculuq. Yəni, biz bilirik ki, qaraciyərin, bir məsələni unutdum vurğulamağı, qaraciyərin problemlərindən biri də orada yuva salan qurdlardır. Xüsusilə də sonu kokla bitən çox çətin müalicə olunan parazitlər var ki, hətta onların bəziləri əməliyyat vasitəsindən orqanizmdən kənarlaşdırılır. Baxın, bunlara tutulmamaq üçün, yəni bu problemləri yaşamamaq üçün mütləq şəkildə əlinizdə həmişə nömrə 6 çay olsun. Yenə də deyirəm, böyüklü kiçikli hər kəsə evinizdə olan bütün əgər ailə üzvlərinizi gələcəkdə həkim qapılarında və yaxud da ki, ağır müayinələrdən, müalicələrdən keçməsini istəmirsinizsə, mən məsləhət görürəm ki, qaraciyər proqramı məhsulları daimi evinizdə olsun. Çayın içilməsi çox rahatdır, biz bilirik, paket şəklindədir. İstənilən yerdə, istənilən anda biz bunu dəmləyib içə bilərik. Digər bir məhsulumuz, demək, hansı? Sinkrovital 4 haqqında. Bu mənim ən sevimli məhsulumdur. Çünki bu təkcə qaraciyəri təmizləmir,
onun işini stimullaşdırmır. Yəni qaraciyərdə gedən o ki 500-dən çox funksiya ki qaraciyərdə gedir. Həmin o funksiyanı tətikləyən məhsullarımızdan biri də sinxrovital 4-dür. Sinxrovital 4 ən çox da öd problemi olan insanlara, öd qatlaşmasından əziyyət çəkən insanlara təsir edir. Şəxsən bunu öz misalımda deyirəm. İllərlə ağır formada öd qatlaşmasından, ağrılardan əziyyət çəkən bir adam kimi, bir belə deyək, keçmişin xəstəsi kimi deyə bilərəm ki, bu məhsul çox super bir şeydir. Öd qatlaşmasını elə aradan qaldırır ki, hətta həkim özü belə qəribə qalır ki, 6 ay bundan qabaq sənin nəticələrə baxıram ki, öd qatlaşması var. Hal-hazırda heç bir öd qatlaşmam yoxdur. Şükürlər olsun. Bu məhsul düzdür, tək bu məhsulla deyil, digər məhsullarımız da var, amma birbaşa öd problemini həll edən, öd qatlaşmasını aradan qaldıran, qaraciyərin hüceyrələrinin bərpa olunma sürətini artıran bir məhsuldur. Tərkibində bircə məhsulu sizə qeyd edəcəyəm, ənginar. Bunu çox zaman artişok da deyirik. Amma ənginardır. Çox dadsız bir meyvədir, mən sizə deyim, bir bitkidir. Amma o qədər gözəl işlər görür. Orqanizmdə həzm sisteminə kömək edir. Pis xolesterinin aşağı düşməsinə səbəb olur. Bunun tərkibində salisin maddəsi var, səhv eləmirəmsə, düz deyirəmsə adını. Demək, o birbaşa pis xolesterini orqanizmdən kənarlaşdırır. Pis xolesterin də bilirik ki, uzun müddət orqanizmdə qaldıqda müxtəlif problemlərə yol açır. Birbaşa böyrək problemləri yaradır, ayaqlarda şişkinlik, ödəm, yaşlı insanlarda hətta gəzmək bahasına belə gəlir. Ona görə çalışmaq lazımdır ki, qaraciyərimizi möhkəm tutmaq üçün, ümumiyyətlə qaraciyərimizi normasında işləməsi üçün, onun vacib olan funksiyalarını yerinə yetirməsi üçün sinxrovital 4-dən istifadə edir. Çox gözəl məhsuldur. Mənim evdə özümün və anamın sevimli məhsuludur. Çünki öd qatlaşmasını aradan qaldırdığı kimi, əgər bu vaxta qədər, yəni bu məhsulu bilməmisinizsə və evdə, özünüzdə öd əməliyyatı keçirmiş insanların daimi məhsulu olmalıdır. Niyə görə? Çünki öd orqanizmdən kənarlaşdırılsa da, öd istehsalı kənarlaşdırılmır. Yəni öd yolları qalır. Bu prosesi çiyninə hansı orqan götürür? Yenə də qaraciyərimiz. Və qaraciyərimizi ödümüz olmadan, siz təsəvvür edin ki, qaraciyərin o boyda işi var. Yəni belə adi bir fikirləşin. Onsuz da bu orqan gecə-gündüz bilmədən çalışır. Hələ üstəlik biz ödü də götüzdürürük və ödün də funksiyasını yükləyirik qaraciyərin üstünə. İndi təsəvvür edin ki, bu qaraciyər yazıb nə iş görməlidir? Ona görə də ona kömək üçün, kömək məqsədi ilə mütləq şəkildə nömrə 6 çayımız, sinxrovital 4-ümüz daimi əlimizin altında olmalıdır. Şəxsən mənim anam öd əməliyyatı keçirmiş bir adam kimi, bəlkə də mən əvvəldən Sibirsk Zdarovyada olsaydım, bəlkə də 100% ki, anam o əməliyyata düşməyəcəkdi. Amma yenə də problem yoxdur. Çünki hər dəfə müayinəyə aparıram və onun öd yolları daşlaşması problemi yoxdur. Amma bir çoxlarında bəlkə də eşitmisiniz, öd əməliyyatından sonra öd yollarının daşlaşması da olur ki, bu da öd əməliyyatından da ağır bir prosesdir. Ona görə heç kəsə arzulamırsınızsa, öd əməliyyatı keçirmiş bütün yaxınlarınıza, tanıdığınız insanlara sinxrovital 4-ü məsləhət görün. Həqiqətən çox gözəl məhsuldur. Yəni bizim evimizin sevimli məhsuludur. Mən hətta bunu uşaqlara da, qurd parazit proqramı verəndə 9 və 10 yaşlı uşaqlar, onlara da verirəm bu məhsulu. Çox gözəl də effekt alıram. Çünki yenə də vurğulayıram. Qaraciyərdə olan qurdlar sakit iş görürlər. Əgər biz bağırsalda olan qurdları gözlə görə biliriksə, qaraciyərdə olan qurdları biz gözlə görmürük və onlar xüsusi mikroskop altında görünməyə, görünən formada olurlar ki, bunu da biz qaraciyərin, yenə də vurğulayıram, UZI müayinəsindən siz qurdları görə bilməzsiniz. Amma o sonu kokla bitən qurdlar daimi var, havada da var, yaxşı yuyulmayan göyərti, yaxşı yuyulmayan tərəvəz vasitəsilə insan orqanizmə keçir və çox ağır formada müalicəsi var. Hətta vurğuladığım kimi ağır formalarda əməliyyata belə göstəriş olur. Bundan başqa, mən bir məhsulu da qeyd eləmək istəyirəm. Bizim pik məhsulumuz.
Pik tərkibinə görə təbii inulin bildiyimiz bitkisi var ki, topinambur bitkisi var ki, onun ümumi vəz işi nədir? Həzm sistemini yaxşılaşdırmaq. Biz bilirik ki, həzm sistemi təkcə mədə-bağırsaqdan ibarət deyil. Burada qaraciyərin də işini nəzərə almaq lazımdır. Qaraciyər əgər bu 500 funksiyanı qeyd elədik, ayrı-ayrı dediyim kimi vaxt olmadığına görə qeyd eləmədim. Şəkərli diabet. Biz bilirik ki, o da qaraciyərlə bağlıdır. Və pik məhsulunu içməklə biz həm də qaraciyərimizin şəkərə nəzarətini bir növ yüngülləşdirmiş oluruq. Çünki pik həm şəkərə nəzarət eləyir, həm qurtqovucu xüsusiyyəti var, immunitet qaldırıcı xüsusiyyəti var. Bütün orqanizmdə gedən həzm sistemini dəstəkləyən bir məhsuldur. O cümlədən də qaraciyərimizə çox xeyri var. Bundan başqa demək nə məhsul verə bilərəm? Purolife. Purolife ümumiyyətlə limfatik sistemin təmizlənməsinə hesablanmış bir məhsuldur və insan orqanizmində immuniteti qaldırmaq üçün mükəmməl bir vasitədir. Və bütün orqanlarımız limfa sistemi ilə əhatə olunduğuna görə Purolife həm də qaraciyərin işinə kömək olur. Yəni Purolife qaraciyərin işini stimullaşdırır, orqanizmdə həzm prosesinə kömək edir. Pis xolesterini orqanizmdən uzaqlaşdırmağa kömək edir. Zərərli, toksiki maddələri hər hansı bir alkoqollu içkilər vasitəsilə və yaxud da dərman preparatları vasitəsilə ola bilər ki, hər hansı bir insan elə bir işdə işləyir ki, çirkli maddələrlə təmasda olur. Bu zaman orqanizmdə gedən, xüsusilə də qaraciyərdə intoksikasiya yaradan prosesi aradan qaldırmaq üçün mütləq şəkildə biz insanlara Purolife-də məsləhət görməliyik. Bundan başqa qaraciyərin təmizlənməsində bizim bir çoxu tanıyır bu məhsulu. Trigelin məhsulumuz var ki, Trigelin məhsulu çox unikal bir məhsuldur. Yəni qurd parazit proqramının əsas məhsuludur, amma eyni zamanda qaraciyərin də xüsusi qorunması üçün vacib olan bir məhsuldur. Bunun tərkibində bir maddəni sizin nəzərinizə çatdıracağam. Bu əsməqovaq ağacının qabığıdır. Demək, hansı xüsusiyyətlərə malikdir bu? Baxın, ağrı kəsici xüsusiyyəti var. İltihab əleyhinə xüsusiyyəti var. Sidik qovucu xüsusiyyəti var. Qaraciyərin toksinlərdən azad olmasına kömək edir. Antiseptik xüsusiyyəti var. Antibakterialdır. Öd qovucu xüsusiyyəti var. Sonra immunitet artıran xüsusiyyəti var. Qaraciyərə də nə lazımdır? Belə zəngin bir maddə, belə zəngin bir məhsul və biz təmizlik aparmaqla, həmin qaraciyərimizin qeydinə qalmaqla, həm də özümüzün sağlamlığını təmin etmiş oluruq. Və eyni zamanda bu məhsulu qəbul etməklə biz həm orqanizmdə olan qurdları, parazitləri uzaqlaşdırırıq, həm də qaraciyərin toksikləşmiş bir mühitini təmizləmiş oluruq. Bundan başqa istokiçistatı məhsulunu demək olar ki, biz bilirik ki, onun da tərkibi o qədər zəngindir bitkilərlə və hər bitkinin tərkibini araşdırdıqda baxırıq ki, qaraciyər üçün xüsusi faydalı olan bitkilərdir. Qaraciyər nə qədər vacib bir orqandırsa, bizim istokiçistatın tərkibində olan bitkilər də o qədər vacib bitkilərdir ki, həmçinin qaraciyərə təsir edir. Nömrə 1 çayımızdır, istifadə edə bilərik. Bunun tərkibini də çoxunuz bilirsiniz və bunun tərkibində olan bitkilər təkcə mədə-bağırsağı təmizləmir. Həmçinin qaraciyərin təmizlənməsi, yenə də vurğulayıram, orada həzm prosesinə kömək edəcək maddələrin yaranması, qanın təmizlənməsi, pis xolesterinin orqanizmdən atılması üçün də zülal çoxluğunu aradan qaldırmaq üçün bu məhsul nömrə 1 çayı da bizim qaraciyərimizə xeyirdir. Bundan başqa EPAM-7 haqqında məlumat vermək istəyirəm. EPAM-7 ümumiyyətlə virus əleyhinədir. Bu təkcə yuxarı tənəffüs orqanlarının təmizliyi demək deyil. Bu həmçinin daxili orqanların daha aşağı qarın boşluğunda yerləşən orqanlarımızın da təmizliyi deməkdir. İltihab əleyhinədir, virus əleyhinədir və qaraciyərdə də kifayət qədər virus yığıla biləcəyini biz bildiyimizə görə, ona görə də EPAM-7-ni daima insanlarımıza məsləhət görməliyik.
EPAM 4 haqqında da məlumat verim. Bu qaraciyər seriyasına daxil olan, qaraciyər üçün vacib olan element məhsullarımızdan biridir. Təəssüflər olsun ki, qalmayıb. Karabkasında uşaqlar atıblar. Mən göstərə bilmirəm, amma çoxumuz bilirik. Mən EPAM seriyası haqqında danışanda həmişə deyirəm ki, bax balaca boyu var, dam dolusu toyu var. Həqiqətən də balaca olmaqlarına baxmayın, amma müqayisə eləsək digər məhsullarımızla daha çox bitki cövhərləri bunun tərkibindədir. Ona görə də EPAM 7-ni mən həmişə məsləhət görürəm ki, daima əlinizin altında olsun. Həm içməyə çox rahatdır. Yəni istənilən anda açdın qapağını, damcılatdın, işvi görmüş oldun və qaraciyərə bir növ təkan vermiş oldun. Çox əla məhsuldur. Mən məsləhət görürəm onu bütün qaraciyər proqramlarında yazmağa. Qaraciyər haqqında məhsullarının əslində çoxdur. Bura navamin də vermək olar, çünki antioksidant xüsusiyyəti var. Biz də bilirik ki, qaraciyərin özünün də antioksidant funksiyası var və bu funksiyanı tətikləmək üçün, funksiyanı daha da sürətləndirmək üçün biz navamin məhsulumuzdan verə bilərik. Müxtəlif minerallardır, deponu yaratmaq üçün təmin edə bilərik. Doymamış yağlardır, bizim omega turşularını hamının bildiyi balıq yağlarıdır ki, bunlar da qaraciyərin işi üçün çox vacibdir. Ümumiyyətlə, qaraciyərimizin bir məsələni də vurğulayım. Qida məsələmizə xüsusilə fikir verməliyik. Yəni, necə qidalanırıq, nə ilə qidalanırıq və səhv qidalandığımızı fərqinə varıb bunu nəzarət edə bilərik. Bəzən olur, məsəl üçün, hər hansı bir qonaqlıqda, hər hansı bir toyda insan bir yox, bir neçə qidadan qidalanmalı olur. Bu, mədə bağırsağımızla yanaşı qaraciyərimizi də stresə salır. Niyə? Çünki biri var bir istiqamətdə inkişaf, nəsə bir iş görmək. Biri var ki, bir neçə. Məsələn, bunu xanımların işi ilə müqayisə edeyim. Demək, elə bilin ki, həm yemək pişirməlisiniz, həm paltar yumalısınız, həm paltarı ütləməlisiniz, həm də evi yığışdırmalısınız. Təsəvvür edin ki, insan beyni necə olur, bilmir ki, hara getsin. Ya bunların hansısa biri, ikisi olunacaq, digərləri qalacaq, ya da ki, hamısı yarımçıq qalacaq. İndi siz təsəvvür edin ki, biz də elə qidalananda qaraciyər o formada qalır. Bilmir ki, hansı istiqamətə yönəlsin, hansı məsələni birincidə həll eləsin. Ona görə də həmişə mən vurğulayıram ki, hər hansı bir qonaqlıqdan, hər hansı bir ad günüdən və yaxud da toydan fərq etməz və yaxud da ki, elə evdə özünüz bir neçə yeməyi eyni vaxtda yediniz və hiss elədiniz ki, ağırlıq var. Həmin anda EPAM 4, nömrə 6 çay, sinxravital 4 və pik məhsulunu məsləhət görürəm. Çünki onu etdiyinizdə çox gözəl nəticə alacaqsınız. Məsələn, biz bu günləri Sevinç xanımızın ad günündə idik və çox belə qarışıq yeməklər yedik və sözsüz ki, ad günü tortsuz olmaz, tort da yedik. Ona görə də mən gələn kimi özüm üçün nömrə 6 çay dəmləmişəm. Nömrə 6 çay, bilirəm ki, bu proseslərin sürətli getməsinə, yəni həzm sisteminin sürətli getməsinə və orqanizmdə olan o qarışıqlığı aradan qaldırmaq üçün qaraciyərimə kömək edirəm. Bu qədər. Başqa rəhbərlərimizdən kimsə əlavə etmək istəyirsə buyursun. Sualı olanlar da mikrofonu açsınlar, suallarını versinlər. Burada yazılanlar var, mən onu oxuyum. Salam aleykum, aleykum salam. Birbaşa mən bir şey deyim, Qızqayıt xanım. Arıqlama çaylarından çox ziyanı olduğunu deyirlər, düzdür. Baxın, bizə müraciət edənlər olanda mən həmişə vurğulayıram ki, demək, heç vaxt ümumiyyətlə bu arıqlama çaylarından bizdə yoxdur. Yəni, arıqlama çayı deyirsinizsə, yoxdur. Bizdə təmizlik çayları var. O, siz dediyiniz arıqlama çayları, bəli, onlar hormonal səviyyədə insan orqanizmə o qədər zərər vururlar ki, xüsusilə də bundan xanımlarımız daha çox əziyyət çəkirlər və xüsusilə də ailə həyatı qurmamış qızlar subay vaxtlarında, yəni bu çaylardan istifadə etdikdə, ailə qurandan sonra onların uşaq dünyaya gətirməsi, ümumiyyətlə hamiləlik məsələsi çox çətin məsələ olur. Çünki hormonal balansda müəyyən pozuntular yarandığını, müəyyən yox, çox
böyük pozuntular yaratdığına görə həmin o hormonları normasına qoymadan hamiləlik məsələsi alınmır. Ona görə də ümumiyyətlə ehtiyatlı olmaq lazımdır. Zərərli çaylardan uzaq durmaq lazımdır. Arıqlama çayı adı ilə sizə verilən çaylardan mümkün qədər uzaq durun. Artıq o da düzdür. Mən başa düşmürəm bu nədir? Orijinali olduğu kimi Tamam. padarginal. Hə, başa düşdüm. Ümumiyyətlə su içəndə fikir vermək lazımdır. Daha çox təmiz sulardan istifadə etmək. Qaynanmış su ölü su deyilir və onu orqanizmə həddindən artıq yükləməyi məsləhət görmürük. Arifə xanım burada qeyd edib, exnokok qurdu ən pis fəsad törədən qurtdur və əməliyyat olunmadan hətta orqanizmdən, yəni nə zaman, əgər illərlə bu insan exnokokla gəzirsə və bir dəfəyə bir kursa müalicə istəyirsə, ona məsləhət görmürəm. Exnokok olan insan, əgər böyük adamdırsa, ən azı 6 aydan 1 ilə qədər müəyyən aralıqla, müəyyən növbələşməklə bizim trigelin, istokistatı və disorbentlər qəbul etməlidir. Özdə yeməyinə, yuxu rejiminə fikir verir. Bir də idman etməklə mütləq şəkildə qaraciyərin bəzi idman növləri var, sürətli yürüyüş var və yeriyərkən əlləri çox sürətli şəkildə dala qabağa aparmaqla biz qaraciyəri təmizləmiş oluruq həm də. Arzu xanım yazıb mənim də sevilməz sonu yəqin ki sinxrovital 4 haqqında deyir. Qaraciyər sorucu qaraciyərdə olan hüceyrələr və qanla qidalanır. Qaraciyərdə olan hüceyrə və qanla. Aha, yəqin ki parazitlər haqqında deyirsiniz. Lent şəkilli olur. Bəli, bəli. Düz məlumat verirsiniz. Maşallah. Bir xeyli məlumatınız var. Neçə dəfə qəbul etmək olar. Demək Arzu xanım, trigel məhsulunu birbaşa müayinə etmək lazımdır, belə deyək. Siz öz rəhbərinizlə danışırsınız, müxtəlif problemlərdə, müxtəlif məqsədlərlə istifadə etdikdə onun istifadəsi də müxtəlif olur. Məsəl üçün, uşaqlarda fərqli gedir, böyüklərdə fərqli gedir və baxırsınız onu profilaktik olaraq içirsiniz və yaxud da ki, analiz vermişsiniz və yaxud da ki, özünüz gözlə görmüşsünüz ki, sizdə qurt var, qurtun simptomları var. Ona görə dediyim kimi, neçə qutunu biz ancaq həmin adamı müayinə etdikdə deyə bilərik. İradə xanım yazıb epamları, bəli, anında təsir edən çox gözəl məhsulumuzdur. Demək, exnokok qurdu məlum analizdə bilinir. Bəli, onu analiz və həmçinin artıq exnokok olan orqanizmdə səhv etmirəmsə elə uzi vasitəsindən də görmək olur. Çünki o hüceyrə səviyyəsində dəyişiklik törədir. Ona görə də ondan ehtiyat eləmək lazımdır. Qan analizində də hər halda, bilmirəm, xüsusi reagentləri var, yoxsa yoxdur. Amma hər bir halda onun müayinəsi var, yəni təyin olunur. Düşünürəm ki, yazılanların hamısına cavab verdim. İndi isə kiminsə sualı varsa, mikrofonu açıb sualını verə bilər. Sabina xanım, xoş gördük. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun Cəsarət bəy. Sabina xanım, birinci onu deyim ki, Allah razı olsun, çox gözəl məlumatlar verdiniz, minnətdarıq. Yəni, bu program haqqında daha da geniş məlumatımız oldu, çox sağ olun. Buyurun, buyurun. Bir demək istəyirəm ki, bayaq misal çəkdiniz ki, misal qaraciyərə gələn maddələri elə bir qadının bir gündə görəcəyi iş deyil. Amma bir gün qadınlar şuralı elə iş görmür. Hamısı robotlar görür. O tostaran da robotdur, palta yuyan da robotdur, çörək pişirən də robotdur. Yəni bunlar hamısı bunlara aid. Bunu idarə edən amma xanımdır. Yox da onu özü verir, özü işləyir də orada. Nəsə. Amma qaraciyər, bəli, qaraciyərin birinci bədbaxtlığı var. Toylar gedəndə toylarda bədbaxtçılıqlar var. Yəni bildiyimiz kimi cürbəcür yeməklər bizim qaraciyərimizə toy problem yaradır. Mənim sualım bundan ibarətdir ki, qaraciyərdə qurtlar barədə danışdınız. Bu qurtlar insan orqərisində bir problemlər yaradırmı? Bu bir. İkinci sualım yaradır. Nə məsələn, nə misal üçün? Məsələn, hər hansı bir orqanizmdə parazitlərin olmağını, dəri həddindən artıq çox olanda artıq dəridə müxtəlif ləkələr verə bilər. Məsələn, müxtəlif qurtlar var ki, üzdə qırmızı ləkələr kimi göstərə bilər, ağ ləkələr kimi özünü göstərə bilər və yaxud da ki, qaşınıb yara halına gələcək dərəcədə olan problemlərə qədər gətirib çıxara bilər. Bir sual bunlar, məsələn, bəzi hallarda məndə özümdə rast gəlir, məsələn, ağ belə zil kimi də, priş kimi də deyək də, bu formada olur.
Qaraciyərimdən mən qanımı Aha. yoxlatdım, dedilər Bu problem yox. Dedilər Aha. Siz qanımda qaraciyərinizi problem. təmizləyin. Çünki qaraciyərdə gedən prosesdə həmin o pi formasında olan səpkilərlə də özünü göstərə Ha, bilər. ha, Müxtəlif bəli, bəli. ağ ləkələrlə də özünü göstərə bilər. Ha, ha. Bəli, bəli. Müxtəlif dəri problemlərində birinci növbədə qaraciyərdən şübhələnirik. Məsəl üçün Dəmirov problemi var ki, bir çoxları bundan əziyyət çəkir ki, heç kəsə arzulamıram. Çünki o konkret olaraq müalicəsi olmayan bir şeydir, bir problemdir. Amma onu stabil saxlamaq üçün, yəni insana zərər verməyəcək dərəcədə saxlamaq üçün birinci növbədə qaraciyər proqramından qəbul etmək lazımdır. Yenə də vurğulayıram. Mövzumuz qaraciyərin detoksikasiyası olduğuna görə mən qaraciyər problemlərindən danışmadım. Yəni o çünki danışsa həm uzun çəkər, bir Zoom təliminin mövzusu deyil. Çünki qaraciyər problemləri çoxdur və qaraciyər problemlərinin də bir simptomları da odur ki, dəridə müxtəlif formada özünü büruzə verə bilər və bundan da aydınlaşdıra bilərik ki, qaraciyərdə problem var və qaraciyər artıq həyəcan təbili çalmağa başlayıb. Yox, mən bir sizə sual verim. Siz orada danışanda qeyd elədiniz qurtlarla bağlı. Mən ona görə sualı verdim. Yəni əgər mövzu aid olsa, yəni Yox, mövzuya aiddir. Eynən mövzuya aiddir. Demək ki, qaraciyərinizə müalicə lazımdır. İkinci sualımdan qaraciyərlə bağlı olaraq insanın, üzr istəyirəm, ayaq yolu problemləri çox ola bilərmi? Məsələn, insan tez-tez ayaqlanıb getmək. Sizin internetdə deyilən problem yoxdur. Cəsarət bəy, səsiniz qırıq-qırıq gəlir, mən sizi eşitmirəm. Sizin də səsiniz qırıq-qırıq gəldi, elə ona görə. İkinci sualınızı eşitmirəm. Deyirəm ki, yəni qaraciyərdə problem yaranaraq insanın tez-tez ayaq yoluna getmə problemi yarana bilərmi? Yəni qaraciyər vasitəsilə. Bir şey qeyd edeyim də, ümumiyyətlə biz orqanizmdə hər hansı bir orqanda problem varsa, onu ayrıca düşünməməliyik. Çünki bilməliyik ki, mədə-bağırsaqda problem varsa, mütləq şəkildə qaraciyərdə də problem var. Əgər qaraciyərdə yüklənmə, ümumiyyətlə intoksikasiya problemi, yəni zəhərlənməsi baş veribsə, əlbəttə ki, bu böyrəklərdə təsir edəcək. Ona görə də əgər tez-tez sidiyə getmə problemi varsa, birinci növbədə böyrəklərdən başlamaq və onsuz da böyrək proqramında qaraciyər məhsulları içilir. Yox, CD-dən bağlı deyil. Yəni böyük qarın işləməsindən bağlı. Hə, bəli. Ola bilər. O müxtəlif formada özünü təzahür edə bilər. Ya diareya ilə özünü göstərə bilər, ya da qəbzliklə. Yəni bu qaraciyəri mütləq yoxlatmaq, yəni mütləq lazım. Mütləq. Ümumiyyətlə insan ildə 2 dəfə, əvvəllər əgər ildə 1 dəfə deyirdilərsə, ildə 2 dəfə, bəlli məsələ ki, o bizim insanlarda elə bir özünə qarşı elə bir məsuliyyət yoxdur. Mütləq şəkildə müayinələrdən keçmək lazımdır. Ki siz bilməlisiniz ki, sizin qanınız nədir, orqanlarda vəziyyət necədir. Onu bilmədən, əlbəttə ki, profilaktik olaraq məhsulları əgər içirsinizsə daimi olaraq, mən sizdən razıyam, getməsəz də olar. Amma mütləq şəkildə lazımdır. Hər bir kəsə, istəyir kişi, istəyir qadın, uşaq həmişə müayinədən keçmək. Çünki eşidilirəm. Səbinə xanım indi gəldi səsiniz. Çox sağ olun, minnətdaram. Deyəsən internetdə biraz Buyurun, bəli, internetlə bağlı. Buyurun, cümləmizdən. Çox sağ olun. Allah razı olsun, minnətdaram. Buyurun. Başqa kiminsə sualı var? Mən fikirləşdim qaraciyərlə bağlı mövzuda biz saat 11-ə kimi buradayıq. Çünki qaraciyərlə bağlı çox problemlər olur. Ən çox da piylənməsi ilə bağlı əziyyət çəkən insanlar var. Baxırsınız ki, çəkisi azdır. Belə bir fikir var idi ki, bu çox yanlış, düzgün bildiyimiz yanlışlardan biridir. Əgər insanın çəkisi yoxdursa, onda qaraciyər piylənməsi ola bilməz, amma bu heç də belə deyil. Arıq insanlar da, çəkisi normada olan insanlar da qaraciyər piylənməsindən əziyyət çəkə bilərlər. Başqa sualı olan? Yoxdursa? Axşamınız xeyir olsun Səbinə xanım. Axşamınız xeyir. Səsim gəlir? Bəli, Zülfiyə xanım, eşidirəm sizi.
Mən özümdən bağlı bir sual vermək istəyirdim. Yəni Hı daha doğrusu, yəni qaraciyərlə ola bilər, bəlkə soruşum, hı. indi inşallah cavablandırarsınız. Yəni mən çox yeməməyimə rəğmən hiss edirəm ki, yəni kökəlirəm də. Bu qaraciyərin piylənməsi ilə bağlı nəsə, yəni belə baxanda, Belə yəni deyək də, bizim əgər hər hansı bir dünyada müayinədən keçəndə deyilib, Zülfiyə, sizə deyilib, yox, qaraciyər keçməmişəm. piylənməsi. Deyilməyib ki? Keçməmişəm. Baxın, az yeməklə kökəlmək, bu onun göstəricisidir ki, həzm sistemi normal getmir. Bax, o bayaq vurğuladığım zülal, karbohidrat, yağ mübadiləsi sizdə normal işləmir. Və yenə də fırlanır gəlir hara? Qaraciyərə. Hı hı. Ən azı bir Yəni 3 saat o profilaktik olaraq çəkiyə görə, qaraciyər. Bəli. o çəkiyə görə, yəni mən hiss edirəm ki, yəni o qədər yemirəm də. İndi Hı siz də -hı. bayaq da şahid oldunuz. Yəni o Yəni qədər, əsl yəni mən yemirəm. Yəni əslində, belə deyək də, sizin çəkiniz boyunuza uyğun olaraq çox da artıq çəkili xanım deyilsiniz. Amma əgər insan özünü müəyyən bir çəkidə normada hiss edir, var ideal çəki, var normal çəki, var da normadan artıq çəki. İdeal çəki bu insanların yaşına, boyuna görə olması lazım olan çəkidir ki, bu da hər adama müəssər olmur. Çünki insan yaşlaşdıqca müəyyən mənada çəki artımı baş verir. Amma bu o demək deyil ki, biz 10 kilo artıq olmalıyıq. Ola bilər 1 kilo, 2 kilo. Bu normaldır. Amma siz hiss edirsiniz ki, bu çəkidə sizə narahatdır, siz özünüzü diskomfort hiss edirsinizsə və heç nə yemədən kökəlirsinizsə, birinci növbədə qaraciyərinizlə məşğul olun, həzm sistemini normaya salın. Zülal karbohidrat yağ mübadiləsinə fikir verin və qidalanmağınızı fikir verin. Baxın, ən böyük səhvlərdən biri çoxları yağlı ətdən qaçır. Amma unutmayın ki, yağlı ət insanı kökəltmir. Əgər bədəndə proses düz gedirsə, insanın metabolizmi güclüdürsə, yağlı ət ona pis təsir eləmir. Əksinə, yağlı da lazımdır. Axı insana yağlar da lazımdır. Ona görə mən məsləhət görürəm ki, qaraciyər proqramını bir 3 ay ərzində qaraciyər proqramına aid olan məhsulları evinizdə əlinizin altında saxlayın. Yəni için. Oldu Səbinə xanım, çox təşəkkür edirəm. Buyurun Zülfiyə xanım. Axşamınız xeyir Sabinə xanım. Axşamınız xeyir İsmail bəy. Mən də sizi salamlayıram və bütün iştirakçıları qrup əhlini salamlayıram. Aleyküm salam. Xanımın sualına bir əlavə olaraq o genetik ola bilər insanın, yəni məsəl üçün deyir, yeməməyimə rəğmən kökəlirəm. O genetik ola bilər. Baxın, mən sizə bir şey deyim. Genetik ola bilər insanda bu köklüyə meyillik. Yenə də hər şey gəlir neydə durur? Orqanizmin problemində. Yəni genetikdir deyə vaxtı ikən müalicə olmayan insan artıq çəkinə kökəldikcə kökəli və müxtəlif problemlərə yol açıb. Bu o demək deyil ki, məndə genetikdir, əlimin üstünə qoyum, oturum. Genetikdir, demək mən bilirəm ki, məndə qaraciyər zəifliyi var. Şəxsən mənim özümdə ata tərəfdən qaraciyər problemi həmişə olub və mən daima qaraciyərimi qoruyuram. Çünki vaxtı ikən müəyyən üzümə görə müəyyən müalicələr alanda ağır formada antibiotiklər təyin olunub. Yəni mən onda Sibirsk Zdorovya'nı tanımırdım. Onların fəsadlarını qaraciyərimdə qalıb və genetik olaraq qaraciyər problemindən əziyyət çəkməməyimə görə mən daima qaraciyərimi nəzarətdə saxlayıram. Yəni bu sizə əsas vermir ki, qaraciyərinizi yoxlatdırmayasınız və yaxud da qaraciyərinizin qeydinə qalmayasınız. İzah edə bildim fikrimi? Bəli. Yəni nəsildə var, genetikdirsə, əlbəttə ki, genetikdirsə bundan siz çox işləməlisiniz. Çünki genetik faktor deyilən bir şey var, ümumiyyətlə yaddaşım məsələsi var da. O biraz dərin məsələdir və onu belə deyim də, öz əlinizə almağınız sizə biraz uzun başa gələ bilər, amma mümkündür. Yəni belə bir əsas yoxdur da. Məndə genetik belədir, mən qaraciyərimə heç nə eləmirəm, onsuz da belədir. Elə bir şey yoxdur. Bir də şəxsi 2 sualım var idi. Biri bundan ibarət idi ki, məsəl üçün baş ağrı kimi müəyyən ağrıları biz hiss eləyə bilirik, amma müəyyən xəstəliklər də var ki, insanda gizli gedir. Bu qaraciyər barəsində danışdınız. Onu bilmək istərdim, görüm qaraciyərin özünün bir insan üçün ağrı bir faktoru var. İnsan onu bir ağrı olaraq özündə görə bilir. Qaraciyər o zaman ağrı verir ki, Allah heç kəsə göstərməsin. Orada olan xərçəng, sirroz,
müxtəlif ağır xəstəliklər olanda artıq hüceyrə səviyyəsində orqan o vəziyyətə düşür ki, onun hüceyrələri sərtləşir və orada gedən o qaraciyərdə olan müxtəlif formalı ləyəncikdir, sonra necə izah eləyim, müxtəlif hissələr var ki, onlar vasitəsilə qəbul edir və belə deyək də yenidən orqanizmə qaytarır, qana qaytarır. Və hüceyrələrdə sərtləşmə baş verəndə bu proses alınmır. Orada da nə yaranır? Orqanizmin xəstəliyi, xüsusilə də qaraciyərin ağır xəstəliyi və o zaman siz ağrı hiss edə bilərsiniz ki, İnşallah ki, etməzsiniz elə. Ona görə də hər kəsə, bax o ağrını hiss etməməyi, hər kəsə hiss etməməyi arzulayıram. Ona görə də həmişə vurğulayırıq ki, qaraciyər niyə görə bu günləri rəhbərlərimiz belə məsləhət gördülər ki, qaraciyərin detoksikasiyası haqqında danışaq. Çünki qaraciyər intoksikasiya vəziyyətində, yəni zəhərlənmiş, zərərli maddələrlə dolu bir orqanizm gec-tez elə xəstəliklərə yol aça bilər. Xüsusilə də indiki zamanda xərçəng hüceyrələrinin hər bir insanda xüsusi inkişaf dövrü keçirdiyi bir vaxtda, yəni yediyimiz o kanserogen maddələri, udduğumuz hava vasitəsindən gələn zərərli maddələr, xüsusilə də çoxlarının sevə-sevə istifadə elədiyi kimyəvi dərmanlar vasitəsindən gələn bu bəlanı özümüzdən qorumalıyıq. Bir də Sabrina xanım, əgər məsəl üçün qaraciyərdə xəstəlik varsa, özün dəridə hər hansı bir səpki ilə, hər hansı bir fəsadla göstərə bilər. Bayaq bu sual verildi. Yəqin ki, internet hamalısında problemimiz var idi. Cəsarət bəy də səhv eləmirəmsə, bəli verir. Qaraciyərdə olan problemlər, yəni müxtəlif problemlər dəridə özünü göstərə bilər. Yəni simptomlardan biri də budur. Əgər dəridə xüsusi səpgilər, ləkələr varsa, birinci növbədə qaraciyərdən şübhələnmək lazımdır. Xanım, bir də ki, Sabrina xanım, biz məsəl üçün qoyunda, quzuda salat olaraq qaraciyər, ağciyər, yəni böyrəklər, bunu qida olaraq yeyirik. Bu düzgün bir şeydir, yoxsa? Əlbəttə düzgün bir şeydir. Onlar ümumiyyətlə qaraciyər, heyvan mənşəli qaraciyərdə belə deyək, onlar qan yaratma prosesinə çox gözəl təsir edir. Fikir verirsinizsə, siz körpə uşaqlara qaraciyəri əlbəttə ki, onu birinci növbədə baxmaq lazımdır ki, heyvan sağlam olsun. Qaraciyər çox zaman qurta meyilli orqandır o sadaladığımız heyvanlarda. Ona görə də onu bilən adamdan almaq lazımdır. Və onu normal şəkildə, lazım olan dərəcədə, müəyyən istilikdə bişirmək lazımdır ki, o effekti versin. Orqanizmə çox xeyri var həmin sadaladığımız ət qida vasitələrinin. Çünki biraz məntiqə əsasən məsəl üçün fikirləşirəm ki, deyək ki, böyrəklər məsəl üçün filtr rolunu oynayırsa, əgər onun təmizlənməsində, onu yemək hansı dərəcədə düzdür? Biraz o mənim üçün həmişə maraqlı olur. Yox, o bilirsiniz necədir? O qidalanma mövzusuna aiddir. Yəni orqanizmə əgər o heyvanların əti yeyilmək üçün Allah tərəfindən bizə icazə verilibsə, demək ki, Allahın bildiyi çox şey var. Yəni bizim bilmədiyimiz, o da bizim qidamızdır. Orada heç bir problem yoxdur. Onsuz da heyvan olsun, insan olsun, orqanizm elə qurulub ki, zərərli maddələr orqanizm tərəfindən atılır. Yəni siz özünüz də vurğuladınız ki, böyrəklər nədir? Filtr roludur. Böyrəklər də zəhəri tutub özündə saxlamır, saxlayır və bir müəyyən proseslərdə atır. Ona görə də düşünürəm ki, ondan narahat olmayın. Əsas odur, sağlam heyvan olsun. Əlbəttə ki, xəstə heyvanın orqanlarını isə siz də xəstələnəcəksiniz. Çünki heyvanlarda müəyyən yerlər var ki, o haram hesab olunur. Məsəl üçün, qaraciyərdir, hiç dəymezdir. Mən özüm üzr istəyirəm, heyvan kəsimindən bəzən məşğul olam. Ancaq mən bilmirdim. Bir xanım var idi, mənə dedi ki, onun, necə deyim, ayaq yuxarı hissəsində vəz deyilən bir şey var. İsmail bəy, o şəriətlə bağlı bir şeydir. Onu bizim mövzumuza aidiyyatı yoxdur. O şəriətlə bağlı olan bir şeydir. Onu din alimləri daha yaxşı cavab verə bilərlər. Başqa sualınız varsa buyurun. Çox sağ olun, minnətdarım. Elminizə bərəkət. Buyurun, buyurun. Allah razı olsun. Başqa sualı olan var? Aydan xanım, sualı olan deyəsən yoxdur. Yəni, baxın yeni yazılanlara. Papillomada olanda qaraciyərdən xəbər verir. Ümumiyyətlə, papilloma təkcə qaraciyər deyil, orqanizmdə gedən papilloma virusunun yayılmasından xəbər verir. Ona görə də ümumi təmizlikdən
danışmaq lazımdır bu proses. Əgər papilomanı artıq görürsünüzsə, demək ki, orqanizm sizə siqnal verir. Yəni dərinin sizə orqanizmdə gedən prosesləri heç də yaxşı olmadığını göstərir. Yəni zəhərlənmə, orqanizmin zəhərlənməsindən yenə də mövzumuza gəlirik. Orqanizmin detoksikasiyasına üstünlük verməlisiniz. Bir də Səbinə xanım, birdən o altın bir yerdə içmək istifadə eləmək olar mı? Əlbəttə olar. Nömrə 1 çay içirik səhər yeməyindən sonra, nömrə 6 çayı da axşam yeməyindən sonra. O bir yerdə bir yerdə dəmləyib bir yerdə içmək deyirəm. Olar elə. Ümumiyyətlə bir çoxları məsləhət görürlər, amma biz öyrəndiyimiz, bildiyimiz qədərilə məsləhət görmür. Yəni bizim mütəxəssislərimiz məsləhət görmürlər. Çünki onsuz da bu bitki çaylarımız bitki qarışımıdır. Bir neçə bitkinin bir yerdə kompleksidir. Ona görə də yaxşı olar ki, ayrı-ayrılıqda içilsin. Yox, əgər siz elə bir işdə işləyirsiniz ki, heç cür alınmır sizdə onları ayrı-ayrı içmək, onda məsləhət görməzdim, amma ən azından içməməkdənsə içmək daha yaxşıdır. O formada içmək daha yaxşıdır. Mədədə papiloma olur. Mədədə polip olduğunu bilirəm. Papiloma müalicə oluna bilər. Yenə də deyirəm, Zəhra xanım, əgər papiloma istəyir bədən hansı nahiyəsində olsun, birinci orqanizmin təmizlənməsi ilə məşğul olun. Əgər siz o papilomaları götürməklə məşğul olub səbəbi aradan qaldırmayacaqsınızsa, o sadəcə simptomdur. Simptomu aradan qaldıracaqsınız, bir müddətdən sonra yenə yaranacaq. Ona görə də təmizliklə, birinci növbədə təmizliklə məşğul olmaq lazımdır. Buyurun, buyurun, Zəhra xanım. Artıq bir saatdır ki, Zoom'dayıq. Başqa sualı olan yoxdursa, sağollaşaq. Sağ olaşaq. Çox sağ olun Səbinə xanım, təşəkkür edirik. Hər şey Buyurun, əla. Aydan xanım. Çox sağ olun.